Hə, dedi ki, hə, var. Eləyərəm, indi getirərəm sən, deyə getirib. Vay, qoymayın ha. Ay Allah, göstər. Az əcəb iyi var, deyə getirdim Günel. Baxın. Belə bir hansı? Bu hansı idi? Amarjı idi? Hansı? Kuydans. Az qarışdırma. Bu ağır duxudur. Bu ağırdır. Görmələ bir dənə. O birisini ver. Bu ağır duxudur. Bu belə navlıqdır. Bu qədərsi nə qədər eləyir? Sən istəyirsən, bax. Ona baxın. Göstər də, ay Allah. Sağa sola üstümə vurmadım, nə sağ. Qəşəngdir. Bu nədir? Bu Allah bilmir, andasın bunu. qəşəngdir. Bu ağırdır qızlar. Amaj. Amaç kuydans. Amaj kurdası hansı ki bu şəkli atdığımdır. Qarışdırdım ilə. Bu şəkli atdığımdır. Bundan bir dənə də var, bu qabda, yaşıl qabda. İkisi də eynidir. Bu eynidir. Bu biri mamamada, biri mənə. Megamar qarşımda olsun birisi, bir də Megamarın iyi vapşe süperdir. Megamarı o butikdə işləyən qızın üstündə görmüşdüm. bu şeydir. Axıncı çıxan. Hə, bir de bu hindi bildirmə mən bir dənə getirdim mama üçün. Bu şirindir, bu gündəlikdir. Adını da deyəmirəm. Karol Intens. Hə, Karol. Ay da çox şirin. Şirin, mən şirin sevirəm də. Çox şirin. Bu nadir. Hə, bu qəşəngdir. Bunu birini özümə almışam, bir dənə mamaya götürdüm. Qəşəngdir. Özünüz gedin realda baxın da. Duxu elədi ki, zövq söhbətidir. Bu amma ağırdır, bu amaj. Bahalı duxu deyə bu. Bunu belə alanda səhv eləmirəmsə dedi 800 manatdır. Hansı? Bu amaj. Orijinal olan. Hə, orijinalı 800 Amma manatdır. 90-95% yağı eyni şeydir. Çox qəşəng yeyir. Görməmiş. Az kesiz və hardan görmüşük? Amaj görmüşük. Anons səni doğanda amajla doğmuşdu. Bu da Megamar. Görməmiş. Hardan görüyor? Amaj görmüşük. Hə, bu da Megamar qarşığı. Hə, bu başqa bir alıb havada. Bu adı nədir qızlar? Hansı ki dedimə butika getmişdim qız üstünə vurmuş deyə. Qurban sizə. Ora gedəndə bu Megamanın qarışığına bir dənə baxın. Görün necədir. Mən buna bayılıram. Bu amma ağır duxudur. Hə, bu ağır. Onun tərkibi dəniz suyu, dəniz yosundur. Hə, Tərkib elə bir şey amma yoxdur. getmir də iyi. İyi dəhşət vurur. Qız girmişdi şeyə, paltar mağazinə getmişdi və K hərfi ilə olan var. O göy kurtkanız adı almışdım. Dedim, ay ürəyim, üstündə nə var? İyi basmışdı salonu. Bu amma ağır duxudur. Burası adlarını qarışdıram da. Bu amaj çox qəşəngdir. Amaj çox ağır da deyil. Yox, yüngülcədir. Hə. Dostum, mən bu yağın artıq eləmişəm ki, biraz tündə olsun, üstündə asasında belə edin. Hə, bu amaj adı nədir? Çox ağır deyil. Buna qarşı ağırdır, hə. Elvin Şahdır da. Elvin Şah. Elvin Şahın bir sənəyini xoşlayıram, duxuların qalıcılıqlarını. Yəni, mən çox yerdən duxu almışam. Amma Elvin Şahın duxuları kimi heç yerdə qalmır. Çox qəşən qalıcılığı var. Çalışın həmişə yağını çox eləyin. Onda qalıcılığı lap süper olur. Elvin Şah bir brenddir. Hə, mən onu həmişə deyirəm. Ay bala, bu brend olmasaydı 5 dənə butik olardı, indi 6-sını açır. 6 dənə deyir, 7 dənə. Hə, 7-də gələ. 7-cini açır. Sən gəl düz danışaq da. Pis olsaydı 7 dənə butik açmazdı. İnşallah 8-cini açarsınız. Allah'ın şuna. Almaniyada sıfır inşallah. Xaric ölkələrə hər yerə göndərir. Brend olmasaydı 8 dənə mağazin olardı. Şeydə də var idi, gördüm. Biz rayona getmişdik. Hə. Gördük ki, sənin butikin yanından keçdik. Mən də mağazada yerdə ki, başdan kim görmət, o yol ən Hə, amma balaca idi ora. Ora balacadır. Qubada da var. Nədir? Baby-gə duxulara bax. Aynı baxarsan, açılan baxarsan. Rusiyaya da göndərir. Bütün xarici ölkələrə göndərir. Bir həftə üzərində sizdəndir. Düz bir həftə üzərində. 7 gün ərzində sizdədir. Elvin Şah. Elvin Şah yazın çıxacaq. Rayonların hər yerində var da, hər yerdə. Hansı rayonlarda var butikiniz? 28, Əzəmi, Sumqayıt, Quba, Lənkəran, Gəncə. İnşallah ayın axırda bir dənə filial gəlir. Neçə rayonlarda?